Salam, hörmətli abituriyentlər. Bugün 25 may 2025 tarixində DİM tərəfindən keçirilmiş blok imtahanında Azərbaycan dilindən təqdim olunmuş suallara baxacağıq. Birinci sualdan başlayaq. Hansı sıradakı sözlərin yeri dəyişdirilsə, cədvəldəki uyğunsuzluq aradan qalxar? Qeyd edeyim ki, bu bizim şagirdimiz Süreyyanın kitabçasıdır. Bəli, artıq elə onun üzərində yoxlayacağım ki, tez olsun cavablarımız. Deməli, düz yazıb birinci sualı. Baxın, ekskavator sözü A ilə yazılmalıdır. Sağ sütuna keçməlidir, paravoz isə sol sütuna. Daha sonra trayektoriya yenə A ilə yazılmalıdır, sağa keçməlidir. Kanyon sözü A ilə yazılmalıdır, keçməlidir sağ sütuna, korrektor isə sola keçməlidir. Cavab 2, 3, 4 A variantı. Növbəti sualımız 2. Budaq cümləsi baş cümləyə bağlayıcı sözlə. Bağlayıcı sözlər biz bilirik ki, daha çox sual əvəzliklərindən ifadə olunur. Bəli, kiminlə işləmək istəyirsən, onunla da danış. Burada kiminlə bağlayıcı sözü budaq cümlədə işləmiş, ona baş cümlədə işlənmiş, qarşılıq söz kimi isə onunla sözü verilmişdir. Növbəti sualımız 3-cü sual, uyğunluğu müəyyənləşdirin. Söz kökündəki açıq sahit tələffüzdə qapalı sahitə keçir. Baxın, burada oxşayır, oxşuyur şəklində olur, düzdür. Sözdəki qoşa sahitlərdən biri tələffüzdə düşür. Bu biz bilirik ki, tərkibində iki eyni cinsli qoşa sahit işlənən sözlər tələffüz zamanı biri düşür. Ona görə mətbəyə gedəcək 2-yə. Sözün tələffüzündə səs artımı baş verir. Səs artımı burada təbiət, çünki i, ə hərf birləşməsi olan sözlərdə tələffüz zamanı y bitişdiricisindən istifadə olunur. Cavab 1B, 2C, 3Y. Növbəti 4-cü sualımıza baxırıq. Söz birləşmələri əsasında uyğunluğu müəyyənləşdirək. Aslı tərəfi yiyəli halda olan isimlə ifadə olunub. Baxın, aslı tərəfi yiyəli halda olan isim burada gərginliyin sözüdür. Bircə dənə söz birləşməsinə aid olduğuna görə bunu biz heç birinə götürmürük. Tərəfləri quruluşca sadədir. Gərginlik sözü düzəltmədir, böyüklər sözü düzəltmədir. Yəni ikisi, baxaq bir dəqiqə, tərəfləri deyir, quruluşca sadə olsun. Bəli, burada sadə olan bircə dənə oxuyanlardan sözüdür, heç birinə uyğun deyil. Bizə deyir, ya hamısına aid olsun, ya da ikisinə yalnız aid olsun. Birinci tərəfi ismə aid qrammatik şəkilçilər qəbul eləsə də isim deyil. Birinci tərəf ismə aid qrammatik şəkilçi qəbul eləyən, üçü də eləyib, hamısı hal şəkilçisini qəbul eləyib, yiyəlik və çıxışlı hal. Ancaq isim deyilmi? Baxaq, isim olmayan burada bircə dənə böyüklər sözüdür, bir də oxuyanlardan. Oxuyanlar feili sifət, böyüklər sifətdir. Yəni, yalnız ikisinə aid bir fikir olduğuna görə 2-yə gedir C. Mübtədanın ifadə vasitəsi kimi işlənə bilər. Hər üçü mübtədanın ifadə vasitəsi ola bilər deyə biz bunu götürəcəyik 1-ə. Və kökü feil olan düzəltmə söz işlənmişdir. Kökü feil olan, baxırıq, kökü feil olan düzəltmə biri böyüklər sözüdür. Biri isə gərginlik sözüdür, ona görə yeni də götürürük. 2-yə cavab oldu C variantı. Əlavənin hansı cümlə üzvünə aid olması ilə bağlı ardıcılığı müəyyən edirik. Səmanın dərinliklərində ağ buludların arasında harada oldu burada, deməli, zərfliyin əlavəsi. O günlərin xatirəsi, yox, burada yox, burada yox. O günlərin xatirəsi hələ də bizimlədir. Qanlı qadalı günlərin canlı şahidləri ilədir. Burada xəbərin, deməli, əlavəsidir. Leyli və Məcnun operası Üzeyir Hacıbəyovun ölməz əsəri. Leyli və Məcnun operası Üzeyir Hacıbəyovun ölməz əsəri. Burada oldu, deməli, mübtədanın əlavəsi. Sonra Aşıq Səfər sazı dostunun yadigarını, Aşıq Səfər sazı, nəyi, dostunun yadigarını, bu da oldu tamamlığın əlavəsi. Zəfli, deməli, hansı qaldı burada? Hamısı. Zəfli, xəbər, mübtəda, tamamlıq. Yəni 3, 4, 1, 2, cavab B variantı. Hansı cümlələrdə qrammatik norma pozulmamışdır? Pozulmamışdır istəyir bizdən. Baxırıq, görünür uzaqda kasıb daxmalar. Burada xəbər keçib cümlənin əvvəlinə, söz sırası pozulub deyə qrammatik norma avtomatik pozulub. Uşağın sifəti qızarmışdı. Uşağın sifəti qızarmışdı, heç nə pozulmayıb. Uşaqların çoxu bu fikrə etiraz edirdilər. Baxın,
Uşaqların çoxu mübtədası, mübtəda təkdədir. Ona görə xəbər cəmdə olmalı deyildi. Burada pozulub. Uşağı evə gələndə gördülər, burada heç nə yoxdur. Səninlə necə danışmalıyam? Normal cümlə. Bir neçə illərdir. Baxın, bir neçə, biraz, bir qədər. Bu az, çoxlu yox, az, xeyli. Bu tip saylardan sonra gələn isimlər mütləq təkdə işlənməlidir. Əgər cəmdə işlənirsə, bu qrammatik normanın pozuntusu deməkdir. Bizdən pozulmayan istədiyinə görə cavab 2, 4, 5 A variantı olmalı idi. Sürəyyamız da bunu səhv yazıb. Dünyada 7-ci sual. Səadəti, birlik və qardaşlığı bütün xalqlar, millətlər bərqərar etməlidir. Nümunəsində həmcins cümlə üzvlərini müəyyənləşdirək. Dünyada səadəti, birlik və qardaşlığı, bu bilirik ki, nəyi? Tamamlıqlar. Bütün xalqlar və millətlər isə həmcins mübtədalar, mübtəda və tamamlığın belə deyək, həmcinsliyinə rast gəldik. Uyğunluğu müəyyənləşdirək. Fe'l sifət tamamlıq vəzifəsində işlənsin, hərəkətin tərzini bildirən fe'li bağlama işlənsin və məsdər zərflik vəzifəsində çıxış eləsin. Gülümsəyib üzümə baxdı, gülümsəyərək baxdı, nə tərzdə baxdı. Burada fe'li deməlidir, zərflik, tərz hərəkət zərfliyi vəzifəsində işlənən söz fe'li bağlamadır. Ona görə bu gedir hara? Hərəkətin tərzini bildirən fe'l bağlama. Bəli, A gedir 2-yə. Deyiləni kiçik eşidər. Deyiləni fe'li sifəti deməli fe'l sifətdir. Tamamlıq funksiyasında çıxış edib. Tamamlıq fe'l sifətlə ifadə olunub. Bu da gedir 1-ə. Bahar yaxınlaşdıqca təbiət canlanır. Nə zaman təbiət canlanır? Burada zaman zərfli idi, amma bizə verilməyib deyə heç birinə uyğun deyil. Əli Bakıya işləməyə gəlmişdi. Nə üçün gəlib? İşləmək üçün gəlib. Məsdər deməli burada zərfliklə, tərz hərəkət zərfliyi məsdərlə ifadə olunmuşdur. Bu da gedir tərz hərəkət zərfliyi, məsdər zərflik vəzifəsində çıxış eləmişdir. Bu da gedir deməli 3-ə. Cavab oldu 1B, 2A, 3D, Y variantı. Venn diaqramına əsasən doğru cavabı müəyyənləşdirək. Bunu düzəldək. Can evimə sığışmayan arzular. Buradakı arzular sözü isimdir. İsim. Bu dünyada neçə dünya arzular? Artıq bu fe'ldir. Aslan bəy anasının yun daradığını görür. Fe'li birləşmə ilə ifadə olmuş cümlə üzvü var. Baxırıq, fe'li birləşmə ilə ifadə olmuş cümlə üzvü burada hansı arzular? Can evimə sığışmayan arzular fe'l sifətlə ifadə olunmuş fe'li birləşmədir. Doğrudur. Amma anasının yun daradığını, nəyi? Burada da cümlə üzvümüz fe'l birləşmə ilə ifadə olunduğuna görə bir artıq ortaya getməli idi deyə səhvdir. Mübtəda ümumi isimlə ifadə olunmuşdur. Baxırıq. Mübtəda ümumi isimlə. Burada 2-ni götürürük. Birinci cümlədə arzular sözünü deyir. Doğrudur. Cümlə fe'li xəbərlidir. Nə edər arzular? Bir də nə edir görür. Bəli, fe'li xəbərlidir. Elə avtomatik cavabımız çıxdı. 2, 3. Doğru cavab. 4 ilə 5-i də baxaq. Hər bir cümlə üzvü söz birləşməsindən ifadə olunur. Məsələn, ikinci cümlədə də görür xəbəri söz birləşməsindən ifadə olunmuyor. 5-də də deyir ikinci dərəcəli cümlə üzvlərinin hamısı iştirak eləyib. Xeyr, zərflik təyin yoxdur ikinci cümlədə. Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, Şuşanın düşmən işğalından xilas edilməsi müharibənin taleyində həlledici rol oynamışdır. Düzü istəyir, düzü. Demək, altına xətt çəkmişsiniz, qismət sözlə əvəz edilsə leksik norma pozulmaz. Niyə pozulmur ki? Müharibənin taleyində, müharibənin qismətində həlledici rol oynayır. Görün, necə yəni düzgün səslənmir. Pozular. Bir qrammatik əsasdan ibarətdir. Baxırıq, axı burada mübtəda 2 dənədir. Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, bir də Şuşanın düşmən işğalına xilas edilməsi. 2 mübtəda bir xəbərdən ibarət cümlədir. Xəbəri məlum növdə olan fe'llə ifadə olmuş köməkçi sözlə, hissəciklə işlənmişdir. Baxırıq, müharibənin tarixində rol oynamışdır. Oynamışdır sözündə mış zaman şəkilçisidir. Burada hissəcikdən söhbət gedə bilməz. Xüsusi isimlərin hər ikisi ismi birləşmənin aslı tərəfidir. Baxaq, aha, biz burada nəyisə səhvə yol verdik. Yox, səhvə yol verdik. Cavab burada düz idi. Bir qrammatik əsasdan ibarətdir. Mübtəda 2 dənədir, amma xəbər 2 dənə deyil axı. Mübtəda qrammatik əsas deyəndə bir mübtəda bir xəbər. Bir mübtəda bir xəbəri varmı? Var. Cavab B variantıdır burada. Cavab B variantıdır. Deməli, D-də nədir səhv? Xüsusi isimlərin hər ikisi deyir ismi birləşmənin aslı tərəfidir. Xeyr, Azərbaycan xüsusi ismi düzdür. İsmi birləşmənin Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, hansı qələbələr?
Feili ismi birləşmənin aslı tərəfidir. Amma Şuşa xüsusi ismi feili birləşmənin aslı tərəfidir. Şuşanın düşmən işğalından azad edilməsi. Görürsüz, əsas tərəfi məstərlə ifadə olunub deyə bu artıq feili birləşmənin, deməli, feili birləşmənin bəli aslı tərəfidir. Ermənistanın öz məğlubiyyətini etiraf eləməsi və prosesin kapitulyasiya ilə nəticələnməsi tarixi zəfərin nümayiş etdirilməsinə səbəb oldu cümləsi sintaks təhlil eynidir. Baxın, bir şey deyim sizə. Səbəb oldu xəbər. Nəyə səbəb oldu? Tarixi zəfərin nümayiş etdirilməsinə. Bu da oldu tamamlıq. Düzdürmü? Amma bizim cümləmizdə xəbərin yanında işlənən söz necə rol oynadı? Həll edici zəflik funksiyasındadır. Görürsüz, eyniyyət təşkil eləmədi. Ona görə Y-də yanlış fikirdir. Cavab oldu burada B variantı. Növbəti sualımıza keçirik. Növbəti sualımız 11-ci sual. Durğu işarələrini istəyir. Kişi bu dəfə həm təəccüb, həm heyrətlə Əhmədə müraciət etdi. Qoşa nöqtə, bəli. Ay oğul, bu nida oldu, xitab olduğuna görə vergül işarəsi. Xitab bilirik ki, cümlənin əvvəlində gələndə ondan vergüldən ayrılır və dialoqun bir parçası olduğuna görə burada tiredən istifadə olunur. Nə yaman arxayın danışırsan, vergül, fikrin bir hissəsi bitdi. Axı sənin nəyin var ki, bu da sual işarəsi qoyulur. Cavab Y variantı. Zərflərin məna növlərinə görə işlənmə ardıcılığını müəyyənləşdirək. Ətrafa baxa-baxa ora-bura vurnuxurdu. Ora-bura yer zərfi, həm də bərk tufan olduğundan sahil güclə seçilirdi. Güclə necə? Tərz hərəkət zərfi. Fermer təsərrüfatında məhsuldarlıq 1-ə 5 artdı. Nə qədər artdı? Kəmiyyət. Gec-tez əzəli torpaqlarımız düşmən tapdağından azad olacaq. Gec-tez zaman. 3, 1, 4, 2, D variantı. Cərgələrdən birindəki sözlər amonimlik səciyyəsi daşıyaraq sifət və feil kimi işlənə bilər. Bəli, cavab C variantıdır. Dikmək, gözünü dikmək yola və yaxud da dik çiyinlər. Sarı rəng mənasında və sarmaq feili, sağ qolum, sol qolum və bir də sağmaq feili. Cavab oldu C variantı. Nümunədə tünd qara hərflərlə verilmiş sözlərə aid fikirlərin ardıcıllığını istəyir bizdən. Ardıcılığı istəyir, baxaq. Birinci götürmüşük, baxın, 3'ü. 3 burada, 3. Yəli halda olan ümumi isim. Bəli, sən vurğunu olma şirin dillərin. Şirin dillərin vurğunu olma. Cümləni keçiririm normal nəqli cümləyə. Dillərin sözü yəli haldadır. Sonra əmr şəklində mürəkkəb feildir ikinci cümlədə. Sözündə ötkəm ol. Ötkəm ol, bəli. Artıq mürəkkəb feildir. 1. Sadə sifət, gözəl qızsan. Görürsünüz, qız isminin yanında işləndiyinə görə gözəl qız, gözəl sözü sadə sifətdir. Bizim ellərin, bizim yəli halda olan şəxs əvəzlidir. Biz bilirik ki, mən və biz əvəzlikləri yəli halda ının əvəzinə ın qəbul eləyir. Heyvamsan sözündə m mənsubiyyət, san şəxs onluğu. Cavab oldu 3, 5, 1, 2, 4, C variantı. Yazda dağların əriyən qarı üz aşağı axaraq kürə qovuşur və onun dumduru sularını bulandırır nümunəsindəki cümlə üzvləri haqqında doğru fikir istəyir bizdən. Cümlədə ismi və feili xəbərlər var. İsmi xəbər yoxdur. Baxın, bulandırır nə edir? Feili xəbər, qovuşur nə edir? Feili xəbər. Nümunədə yalnız ismi birləşmələr işlənmişdir. İsmi birləşmələr, niyə feili birləşmə var? Üz aşağı axaraq. Yazda isimlə ifadə edilmiş zaman zərfli idi. Yazda nə zaman? Nə zaman sualına cavab verdiyinə görə burada dadə zərf düzəldən leksik şəkilçidir. Yazda isimlə yox, zərflə ifadə edilmiş zaman zərfli idi. Biz bilirik ki, yaz, payız, qış sözləri dadə şəkilçisini qəbul elədikdə cümlədə nə zaman sualına cavab verəndə artıq onlar düzəltmə söz hesab olunurlar, düzəltmə zərf hesab olunurlar. Ona görə C səhvdir. Cümlədə sifətlə ifadə olunmuş təyin işlənmişdir. Sifətlə ifadə olunmuş təyin xeyr, dumduru sifətini nəzərdə tutur, amma o söz birləşməsinin, onun sularının söz birləşməsinin tərkib hissəsindədir. Parçalayıb onu biz təyin kimi götürə bilmərik. Nümunədə 3 cümlə üzvü söz birləşməsində ifadə olunur. Bəli, baxın, indi bir-bir göstərək onu sizə. Biri burada dağların qarı söz birləşməsidir. Dağların əriyən qarı söz birləşməsidir. Biri bu. Nə üz aşağı axaraq kürə qovuşur. Dağların əriyən qarı, deməli, mübtəda söz birləşməsilə ifadə olunub. Nə tərzdə kürə qovuşur? Üz aşağı axaraq. Dalğanı da çəkə bilmirik. Deməli, zərflik. Və bir də onun dumduru sularını bulandırır. Nəyi? Onun dumduru sularını, bu da tamamlıq. 3 dənə cümlə üzvü söz birləşməsilə ifadə olunduğuna görə cavabımız Y variantı. Feildən düzəlmiş isimlər hansılardır? Qarışıqlıq sözü qarışmaq sifət. Qarışmaq feilinə qarışıq, ıq şəkilçisi qoşulub sifət düzəlib, sifətdən yaranıb, feildən yaranmayıb.
Kökü feildir sadəcə. Kökü feil olmaqla feildən düzəlmiş sözlər ayrı şeydir, ayrı anlayışlardır. Bölgə sözü bölmək feilindən yaranıb, bəli, götürürük. Döyüşçü sözü baxın. Döyüşçü sözü döymək feilindən yaranıb döyüş ismi. Amma döymək feilindən döyüşmək feili də yarana bilərdi. Bizə bunu nə göstərir? Çü şəkilçisi ilə işlənməsi. Əgər orada çünün yerinə döyüşdür olsaydı, onda döyüşmək feili götürərdi. Çünki döyüşdür, qaçışdır, vuruşdur, bunlar isim və feil kimi işlənə bilən sözlərdir yerinə görə. Və bu sözün burada isim olduğunu, yoxsa feil olduğunu çü şəkilçisi bizə müəyyənləşdirir. O çü şəkilçisi də adlara qoşulduğuna görə feilə qoşula bilməz. Avtomatik biz müəyyənləşdiririk ki, döyüş burada isimdir. Sərgi sözü sərmək feilindəndir, düzdür. Sayıqlıq, sayıq sifətindən, ağartı, ağ sifətinə. Ağarmaq, ar şəkilçisi qoşulub feil yaranıb, ağarmaq feilindən də ağartı ismi. Demək, feildən düzəlmişdir, doğrudur. Cavab 2, 4, 6 C variantı. 17-ci sual. Hansı cərgədəki sözlərin hamısında isim isə köməkçi sözü və idi köməkçi sözündən sonra işlənmişdir. Biz bilirik ki, bu iki hissəciklər hər ikisi bir yerdə işlənə bilər. İsə sözü idi köməkçi sözündən sonra. Baxaq, oxuyarlarsa da ümumiyyətlə heç idi yoxdur ya da dı yoxdur. Bilərdisə sözündə, baxın, burada zaman şəkilçisi ərdir. Artıq di və sə hissəciklərdir. Eşidirdisə də yenə eşitmək sözün köküdür, ir zaman şəkilçisidir, di və sə hissəciklərdir. Oturacaqdısa acaq zaman şəkilçisi, dı və sa isə hissəcik olduğuna görə cavab B variantı. V diaqramına əsasən yanlış fikirləri müəyyənləşdirək. O həmişə deyirdi ki, doğma torpaqlarımızı unutmamalı, onun hər qarşısını geri qaytarmalıyıq. Deyirdilər ki, qədimdə daş qoyub yurt salan adamın gözəl bir qızı varmış. Mübtəda əvəzliklə tamamlıqlardan biri ismi birləşmə ilə ifadə olunur. Bəli, baxın, birinci cümlədə mübtəda o əvəzliklə ifadə olunub. Tamamlıqlardan biri, bax bunu deyir, onun hər qarşını. Bu da ismi birləşmə ilə ifadə olunub. Bir doğru. Nümunədəki xəbərlər eyni zamanda, eyni şəkildə olan feillərlə ifadə olunub. Xeyr, eyni şəkildə deyil. Məsələn, burada qaytarmalıyıq vacib şəklindədir, unutmamalı vacib şəklindədir, amma deyirdi xəbər şəklindədir. Ona görə 2 səhvdir. Baş cümlənin xəbəri idi köməkçi sözü ilə işlənmiş, indiki zamanda olan sadə feildir. Hər ikisi üçün deyir bunu bizə burada. Demək, burada 1-ə 100 qoyaq, 2-yə çıx qoyaq. Aha, baş cümlənin xəbəri. Hər iki cümlədə birinci cümlə baş cümlədir. Xəbər idi ilə işlənibmi? Deyir idi, bəli, deyir idi, düzdür. Amma indiki zamanda olan sadə feildirmi? Bəli, indiki zamanda olan sadə feildir. 3 düzdür. 3 düzdür. Zərflik və təyinin ifadə vasitələri eyni nitq hissələridir. Deməli, zərflik və xəbərin bizdən yanlış fikir istəyir, düzdürmü? Zərflik və təyin ifadə vasitələri eyni deyil axı. Baxın, burada zərflik birində zərflə ifadə olunub həmişə, bir də geri. Biri zaman zərfidir, biri yer zərfidir. Eyni deyil axı. 4 səhvdir. Əsas tərəfi feili sifətlə ifadə olunan feili birləşmə cümlənin təyinidir. Bir də baxaq buna. Əsas tərəfi feili sifətlə ifadə olunan feili birləşmə. Hə, daş qoyub yurt salan. Hansı adamın gözəl bir qızı varmış? Daş qoyub yurt salan. Düzdür. Həm baş, həm budaq cümlə mübtədası buraxılmış müəyyən şəxsli cümlədir. Baxaq. Deyir ki, həm baş, həm də budaq cümləsi. Deyirdilər. Deyirdilər uşaqlar. Cəmdə olduğuna görə üçün şəxsin cəmdə. Bu qeyri-müəyyən şəxsli cümlə hesab olunur. Qeyri-müəyyən şəxsli cümlədə də mübtəda buraxıla bilməz. Ümumiyyətlə mübtəda təsəvvür edilə bilməz üçüncü şəxsin cəmində. Ona görə yanlış fikirdir. Cavabımız oldu səhv istədiyinə görə 2, 4, 6 D variantı. Hansı cümlədə işlənən ədat başqa nitq səsli amonimlik təşkil edə bilir? Mühəndis Həsənov düz 2 saat idi ki, izahat verirdi. Düz burada ədatdır. Düz bir də düz yol. Necə yol? Sifətlə amonimlik təşkil edir. Düzdür. Biz səninlə tamamilə razıyıq. Hörmətli həmkar. Burada yoxdur, ümumiyyətlə ədat yoxdur. Qoy ürəyimdəkiləri söyləyim, onda rahatlıq tapıram. Qoy əmr ədatıdır, bəli. Həm də kitabı yerinə qoy cümləsində feil kimi işlənib amonimlik yaradır. Ditərpənin, maşın hazırdır, yolçu yolda gərəkdir. Burada didi, ədat, o da ancaq ədat ola bilər. Dostum, yəni bunu da bilmirsən. Yəni burada, bəli,
Ədat mövqeyində çıxış edib, biz bilirik ki, yəni həm də tabeslik bağlayıcılarındandır. Tabesizin aydınlaşdırmasından. Cavab oldu 1, 3, 5, Y variantı. Cərgələrin birində bütün sözlərin yazılışı səhvdir. Burada cavab, deməli, pedaqoq sözü düz yazılıb deyə səhv götürülüb. Büyüxtələşmək sözündə T olmalıdır. Referat olmalıdır. Nüsxə də yox, nüsxə. Yəni, bunların yeri dəyişməlidir. Cavab oldu A. Cümlələrin şəxsə görə növü hansı bənddə düzgün verilib, bütün məclislərdə onun qəhrəmanlığından bəhs edilirdi. Bu, şəxsiz cümlədir. Baxın, xəbər təkdədir, mübtəda yoxdur, bərpa etmək də mümkün deyil, xəbəri də şəxsiz növ feillə ifadə olunub, cümlə şəxsiz cümlədir. Bütün məclislərdə onun qəhrəmanlığından bəhs edirdilər. Bunun mübtədasını biz bayaq dedik ki, onlar deyə bərpa edə bilirik və eyni zamanda cümlənin xəbəri üçüncü şəxsin cəmindədirsə qeyri-müəyyən şəxsli cümlədir. Cavab oldu A variantı. Keçirik növbəti 22-ci suala. Verilmiş cümlələrə əsasən Venn diaqramındakı doğru fikirləri müəyyənləşdirək. Uçsuz-bucaqsız tarlalar, biçənəklər, yaşıl yoncalıqlar bir-birini əvəz edirdi. Axşam günəşinin işıqlarını əks elətdirən asfalt yolla bir neçə maşın gəlirdi. Düzəltmə isimlərdən biri feildən, digəri isimdən yaranıb. Baxın, biçənəklər sözü, bəli, biçmək feilindən, digər yoncalıqlar sözü isə yonca ismindən düzəlib. Bir doğrudur. Sadə və düzəltmə sifətlər işləmişdir. Sadə və düzəltmə sifət hardadır? Baxaq, birinci cümlədə. Sadə və düzəltmə sifət. Yaşıl, sadə, amma düzəltmə sifət yoxdur axı. Uçsuz-bucaqsız mürəkkəbdir. 2 səhvdir. Hal şəkilçili isimlər cəm şəkilçisini də qəbul etmişdir. 3 də hər iki cümlədə hal şəkilçili, baxaq, isimlər bir-birini əvəz edirdi. Heç hal şəkilçili isim yoxdur axı birinci cümlədə. 3 də səhvdir. Şəxsə və kəmiyyətə görə dəyişən feil indiki zamandadır. Bu hansına? Hər ikisinə aiddir deyir. Əvəz edir, bəli, gəlir, indiki zamandadır, doğrudur. Ayrı yazılan 2 mürəkkəb söz işlənibdir. Ayrı yazılan birinci cümlə hər ikisinə yox, ikinci cümlə üçün deyir. Biri bir neçədir, bəli, mürəkkəb saydı. Biri də əks etdirən mürəkkəb feildir. Doğrudur. Sifət və zərf işlənməmişdir. Sifət və zərf ikinci cümlədə. Sifət baxaq. Deməli, burada bəli, işlənməyibdir. Asfalt sözünü nəzərdə tutub ki, şaxları çaşdırsın, amma biz bilirik ki, asfaltdır, torpaqdır, yundur, ipəkdir, dəmirdir, qızıldır, gümüşdür. Bu materiallar hamısı isimdir. Cümlədə hansı sualına cavab versə də bunlara sifətləşmiş isimlər deyirik. Cavab oldu 1, 4, 5, 6, B variantı. 23. Verilmiş cümlələrlə bağlı cədvəldəki uyğun fikirləri istəyir. Yamaçlar təzə açılan bahar çiçəkləri ilə dolu idi. Külək güllə kimi vıyıldayaraq ağacların budaqlarını onun üzünə çırpırdı. Birinci cümləyə aid doğru fikir. Bütün cümlə üzvləri bir-biri ilə sintaktik əlaqədədir. Baxaq. Bütün cümlə üzvləri yamaçlar təzə açılan bahar çiçəkləri ilə dolu idi. Yamaçlar bahar çiçəkləri ilə və yaxud yamaçlar təzə açılan. Mübtəda ilə biz bilirik ki, zərfliyin arasında, təyinin arasında yamaçlar təzə açılan əlaqə yoxdur. Burada yoxdur əlaqə. Yamaçlar və təzə açılan arasında nə əlaqə ola bilər? Xəbər sifət təyin isə feili sifət tərkibi ilə ifadə olunmuşdur. Xəbər baxaq, sifətlə ifadə olunsun. Dolu idi xəbəri, bəli, dolu necə? Təyin feili sifət tərkibi ilə. Bəli, hansı bahar çiçəkləri ilə doluydu? Təzə açılan feili sifət tərkibi ilə ifadə olunmuşdur. 2 doğrudur. Qoşma ilə işlənmiş söz müstəqil cümlə üzvüdür. Qoşma ilə işlənmiş söz burada güllə kimi sözünü deyir. Müstəqil cümlə üzvü deyil. Güllə kimi vıyıldayaraq feili bağlamanın tərkibində nə tərzdə sualına bəli cavab verərək müstəqil cümlə üzvü deyil, feil bağlamanın tərkibindədir. Ona görə 3 səhvdir. Bizdən səhv istədiyinə görə buradan 3-ü götürürük, buradan 2-ni götürürük. Tamamlıqlar ismi birləşmə ilə ifadə olunmuşdur. İkinci cümlədə ağacların budaqlarını. Burada bircə də nə tamamlıq var? Tamamlıqlar deyir burada. Tamamlıqlar, baxaq, külək güllə kimi vıyıldayaraq ağacların budaqlarını onun üzünə. Yox, onun üzünə çırpırdı. Nəyə? Onun üzünə. Doğrudur bu da. Bundan işimiz yoxdur. Hər iki cümləyə aid mübtədanın ifadə vasitəsi isimdir. Yamaçlar, o birisində də külək, bəli. Bütün ikinci dərəcəli cümlə üzvləri işlənmişdir. İşlənibmi? Birinci cümlədə məsələn zərflik yoxdur axı. Ona görə də bu da yanlışdır. Cavabımız 2, 3, 5 oldu. Nümunədəki 24-cü sual feillər əsasən düzgün fikirləri istəyir. Könül bir quşdur ki, sevməsə əsarət, daim çırpınır, istəyir hürriyyət.
Burada götürülən cavablara baxaq. Feillərdən biri qayıdış, ikisi məlum növdədir. Feillərdən biri qayıdış çırpınırdı, düzdür? İkisi isə məlum növdə sevməz və istəyir, doğrudur. Birə baxmadıq. Bütün feillər xəbər şəklində indiki zamandadır. Bütün feillər xəbər şəklindədir, çünki zaman şəkilçisi var. İndiki zamanda deyil, sevməz, çünki qeyri-qəti gələcək zamandadır. Bir yanlışdır. Feillərdən biri, bunu oxuduq. Bütün feillərin tərkibində iki şəkilçi var. Çırpınır sözündə çırpmaq, çırpınmaq, çırpınır 2 dənədir. İstəyir sözündə 1-dir, sevməzdə 2 dənədir. Ona görə 3 ilə işimiz yoxdur. Feillərdən heç birinin kökü amonim deyil. Bəli, sev, istə, çırp, nə amonimdir bunların? Məlum növdə olan feillərdən biri sadə, digəri düzəltmədir. Məlum növdə olan feillər burada hansıdır? Elə hamısı məlum növdədir. Bircə dənə çırpınır, qayıdış növdədir. Biri sadədir, istəyir və sevmə sözünü deyir. Digər düzəlt, yox, ikisi də sadədir. Zaman şəkilçisidir sadəcə tərkibində. Sevməzdə bir də inkar şəkilçisi var. 5-də səhvdir. Feillərdən biri inkarda. Biz 4-ü oxumadıq. Feillərdən, amonim deyil, bu doğru götürməliydik 4-ü. Feillərdən biri inkarda, ikisi təsdiqdədir. Feillərdən biri inkarda, sevməzi deyir. Bəli, çırpınmaqla istəyir də təsdiqdədir. Cavab oldu 2, 4 və 6. 25-ci suala baxırıq. Cümlələrə əsasən doğru fikirləri istəyir. Günəş qalxıb dağları, meşələri brilyant kimi şəffaf işığa qərq etdi. Sanki günəşdən qaçan süd kimi ağ duman layları sürətlə qərbə tərəf sürünürdü. Hər iki cümlədə həm şəxsə, həm də kəmiyyətə görə dəyişə bilən, həm də dəyişə bilməyən feil işlənmişdi. Doğrudur. Baxın, deməli təsriflənməyən feil qalxıb və təsriflənən qərq etdi. Təsriflənən feil ikinci cümlədə sürünürdü. Təsriflənməyən qaçan işlənibdir. Bir doğrudur. İkinci cümlədə qayıdış növdə olan feil keçmiş zamandadır. İkinci cümlədə qayıdış növdə sürünmək sözünü deyir. Bəli, qayıdış növdədir. Keçmiş zamandadırmı? Xeyr. Çünki burada indiki zamanın şəkilçisidir. D hissəcikdir. İdinin qısalmasıdır. Hər iki cümlənin qrammatik əsasını təşkil edən üzvlər söz birləşməsi ilə ifadə olunubdur. Hər iki cümlənin qrammatik əsasını təşkil edən üzvlər söz birləşməsi. Xeyr, günəş sözü məsələn isimlə ifadə olunubdur. Birinci cümlədə işlənən bütün sözlərin quruluşca növü eynidir. Günəş sadə, xeyr. Burada məsələn qərq etdi mürəkkəb feildir. Ona görə 4-də səhvdir. İkinci cümlədə həm zərf, həm də zərflik işlənmişdir. Bəli, baxın. Sürətlə qərbə tərəf sürünürdü. Zərf də var, zərflik də var. Qərbə tərəf zərflikdir. Amma sürətlə həm zərf, həm də zərflikdir. Sonra ikinci cümlədəki düzəltmə sözlərin hər biri fərqli nitq hissəsidir. İkinci cümlədəki sözlərin hər biri, düzəltmə sözlərin hər biri. Baxaq. Düzəltmə söz burada sürətlədir, bir də sürünürdü. Bəli, sürətlə zərfdir, sürünürdü feildir, fərqli nitq hissəsidir. Cavab oldu 1, 5, 6. Hansı cümlələrin tərkibində qrammatik mənası müxtəlif cür düşünülə bilən söz var? Qrammatik məna biz bilirik ki, nitq hissəsidir. Nə maraqlıdır? Nə maraqlıdır? Deyirəm, kitab maraqlıdır. Bir də deyirəm ki, necə maraqlıdır? Artıq ədat mövqeyində çıxış elədi. Biri bir. Sonra nə yaxşı insandır? Bu ancaq elə necə yaxşı insandır. Yəni orada insana biz nə deyə bilərik, müraciət eləyə bilmərik, axı deyək nə yaxşıdır, tutaq ki, Vüsal yaxşıdır. Biz ona deyə bilərik kim yaxşıdır, Vüsal yaxşıdır. Ancaq sən bu suala cavab vermədin. Burada ancaq biz bilirik ki, həm bağlayıcı, həm də ədat ola bilər. Yəni qrammatik mənası müxtəlif cür düşündü. Elə oturmuşdu ki, narahat olmağa başladıq. Baxaq. Elə oturmuşdu ki, necə oturmuşdu? Zərflik deməyək də, belə deyək, əvəzlik, zərfə əvəz eləyən əvəzlik kimi, zərfə əvəz eləyən əvəzlik götürürük. Bir də elə indicə oturmuşdu ki, narahat olmağa başladı. 4-ü də götürməliyik. Bizdən sonra danışar. Bizdən indi danışma, sonra danışar. Gələcəkdə danışar. Nə zaman? Gələcəkdə sonra. Bir də var, biz danışar, mən danışım, sən danış. Bizdən sonra o danışar. Bir də burada qoşma kimi işlənir. Ona görə cavabımız deməli 1-dir, 3-dür, 4-dür, 5-dir. Baxın, 1, 3, 4, 5. Bu hadisə yarıdan əvvəl baş vermişdi. Burada bir cür düşünülür, qoşma kimi ancaq. Frazoloji birləşmələrin sinonimliyi ilə bağlı uyğunluğu müəyyənləşdirək. Boynundan atmaq, yəni imtina eləmək də bir işdən. Yaxasını kənara çəkmək D variantı. Cin atına minmək, hirslənmək, hirsi başına vurmaq. Gözünə kül üfürmək, aldatmaq deməkdir. Yəni gözdən pərdə asmaq. Cavab 1 oldu. 1D, 2Y, 3